Salam uşaqlar, bugün sizlərlə həqiqi ədədlər mövzusunu keçəcəyik. Birinci, biz əvvəl keçmişdik ki, natural ədədlər nədir, hansı hərflə işarə olunur? Natural ədədlər böyük N hərfi ilə işarə olunurdu. Natural ədədlər böyük N hərfi ilə işarə olunurdu. Bəs natural ədədlər neçədən başlayırdı? Birdən başlayırdı və gedirdi sonsuzluğa qədər. Bu oldu natural ədədlər. Sonra ikinci öyrəndik tam ədədlər. Tam ədədlər Z hərfi ilə işarə olunur. Bəs tam ədədlərə nələr daxildir deyəndə? Deyəcəyik müsbət. Birinci müsbət yazmayayım. Yazaq mənfi, 0, müsbət ədədlər. Tam ədədlərə daxildir. Bəs indi natural ədədlər, tam ədədlər. Bunlardan hansı digərinin alt çoxluğudur soruşsa, deyəcək ki, natural ədədlər alt çoxluğudur tam ədədlər. Yəni, natural daha balacadır, belə deyək. Uşaqlar, tam ədədlərin bizə desələr ki, cəmi, fərqi, hasili tam ədəddirmi? Deyəcəyik, bəli. Çünki tam ədədi biz vursaq, toplasaq, çıxsaq, yenə tam ədəd alırıq. Amma bəs nisbəti tam ədəd olacaqmı? Deyəcək, bəzən hə, bəzən yox. Necə oldu? Vurma, toplama, hasil nəyi verir? Tamı. Yəni, tam ədədi bir-biri ilə vursaq, toplasaq, hasilini tapsaq, tam alırıq. Amma nisbət, yəni bölmədə, nisbətdə ola da bilər, olmaya da. Yəni, bu nə demək? Bax, uşaqlar, məsələn, 6/2. Bu 3 aldım. Tamı verdi, bəli. Bəs 2/6 yazsam, bu edəcək 3/1. Bu tam ədədi verirmi? Xeyr. Demək, nisbəti ola da bilər, olmaya da bilər. Amma vurma, toplama, hasil həmişə tamı verir. Sonra gəlirik üçüncü rasional ədədlərə. Üçüncü olacaq rasional ədədlər. Rasional ədədlər. Rasional ədədlər Q hərfi ilə işarə olunur. Və rasional ədədlər nəyə deyilirdisə, deyəcək ki, ixtisar olunmayan n/n şəklində göstərilə bilən ədədlərə. Bax, məsələn, n/n şəklində dedim da, n/n şəklində olan ədədlərə. Bəs burada m nədir, n nədir? Uşaqlar, m tam ədəddir, yəni tam bilirsiniz də z. N natural ədəd olmalıdır. Yəni, bu şəkildə olan ədədlərə rasional ədədlər deyilir. Və ya mən sizə qısaca da demişdim, rasional ədədlərə hansı ədədləri deyə bilərdik? Deyə bilərdik mənfi ədədləri, 0, müsbət ədədləri, sonra adi kəsir formasında olanları, onluq kəsir formasında olanları, sonra kökdən çıxa bilən ədədləri, məsələn, kökdə 36. Başqa, məsələn, kökdə, məsələn, nə yazım? Məsələn, elə ədəd yazaq ki, məsələn, 1/16-da olsun, 16, 25 eləməsi üçün, məsələn, 1/16-da 9. Bax, uşaqlar, bu 1/16-da 9 ədədini mütləq şəkildə birinci düzgün olmayan kəsrə çevirməliyəm. 16, 16-nın üstə də 9 gəlsəm edəcək 25. İndi fikir verirsiniz, 16-da 25-dən kök çıxır, 16-dan 4 çıxır, 25-dən də 5 çıxır. Demək, bu da rasional ədədi verəcəkdir. Rasional ədədlərin cəmi, fərqi, hasili, hətta nisbəti belə rasional ədəddir. Yəni, burada diqqətli olaq. Tamda biz nə dedik? Nisbəti tam ola da bilər, olmaya da bilər. Amma rasionalda cəmi, fərqi, hasili, nisbəti
Hamısı nə olacaq? Rasional olacaqdır. Sonra dördüncü gəlirik irrasional ədədlərə. Bir də uşaqlar, rasional ədədlərdə biz bayaqlar nə demişdik? Dedik ki, natural tamın alt çoxluğudur, elə. İndi yenə natural tamın alt çoxluğudur. Tam da rasionalın olacaq alt çoxluğu. Yəni, ən balaca naturaldır, sonra tam, sonra rasional. Belə suallar düşəcək. Deyəcək, natural rasionalın alt çoxluğudurmu? Bəli. Tam ədədlər rasionalın alt çoxluğudurmu? Bəli. Natural ədədlər tamın alt çoxluğudurmu? Bəli. Bəs desələr, tam ədədlər naturalın alt çoxluğudurmu? Xeyr. Rasional ədədlər naturalın alt çoxluğudurmu? Xeyr. Rasional ədədlər tamın alt çoxluğudurmu? Xeyr. Sonra gəlirik dördüncü irrasional ədədlərə. İrrasional ədədlər. İrrasional ədədlər i hərfi ilə işarə olunur və irrasional ədədlərə hansı ədədlər aiddir deyəndə deyəcəyik ki, kökdən çıxa bilməyən ədədlər. Məsələn, kökdə 2, kökdə 7, kökdə 11. Sonra belə hərflər olur. E, pi, bax bu formada olanlar. Bunların hamısı irrasional ədədlərə. Sonra məsələn belə olan kökdə 2 plus 1. Bax bunları da irrasional götürəcəyik. Aha. Sonra növbəti bəs irrasional ədədlər bu natural, tam, bu alt çoxluqlar qaydasında iştirak edirmi? Deyəcəyik, xeyr. İrrasionalı natural, tam, rasional qəbul etmir. İndi gəlirik uşaqlar həqiqi ədədlərə. Gəlin indi baxaq görək həqiqi ədədlər nədir? Başlayaq həqiqi ədədlər. Həqiqi ədədlər böyük R hərfi ilə işarə olunur. İşarəsi böyük R hərfidir və həqiqi ədədlərə bütün ədədlər daxildir. Yəni, həm rasional ədədlər, həm irrasional ədədlər birlikdə həqiqi ədədlər adlanır. Belə deyək. Bəs deyək ki, orada niyə naturalın, niyə tamın adını çəkmədik? Onsuz da natural da, tam da rasionala daxildir. Ona görə birbaşa rasionalın adını çəksək kifayət eləyəcək. Onda biz həqiqi ədədləri sxemlə belə göstərə bilərikmi? Ümumi. Məsələn, Venn diaqramı üzrə qursam, yəni həqiqi ədədlərə biz nələri daxil etdik? Burada məsələn, hələ sxemlə yazım. Həqiqi ədədlər dedik ki, natural, tamın alt çoxluğuydu. Tam, rasionalın, bu da həqiqinin alt çoxluğu. Amma irrasionalı bunlar qəbul etmədiyinə görə irrasional qıraqdan bunun daxil olacaq. İrrasional həqiqinin içərisində var, amma natural, tam, rasional, irrasionalı qəbul etmir. Onda mən bu cədvəl, gəlin Venn diaqramı üzrə quraq. Buna deyəcəmmi həqiqi ədədlər? Aha, buradan məsələn 2 yerə bölürəm. Fikir versiniz, bunu 2 yerə bölürəm. Birinə irrasional yazıram, çünki natural, tam, rasional bunu qəbul etmir. Bəs bunu necə quracam? Bax, böyüyə. Məsələn, buna nə deyəcəm? Q. Bu nədir? Rasional ədəd. Yəni, bax, bu hissə var, uşaqlar. Buralar Q oldu. Yəni, rasional ədəd oldu. Bunları silim. Sonra hərəsini bir rəngdən deyim. Bax, bu hissə. Belə göstərim. Bax, bu çöl. Oldu nə? Q. Yəni, rasional ədəd. Sonra, bax, bu mavidən rənglədiyim hissə. Nə olacaq? Bura olacaq tam ədədlər. Yəni, buraya Z hərfi ilə yazıram. Bəs bu içəri yaşıl rənglədiyim hissə nə olacaq? Burada olacaq natural ədəd. Aydın oldu, ümid edirəm. Bundan sonra gəlirik nəyə? Bizə suallar düşür ki, rasional ədədlə irrasionalın cəmi, fərqi, hasili, nisbəti nə verir? Onda biz, uşaqlar, həmişə deyəcəyik ki, burada qeyd kimi bunu qoyum, rasional ədədlə irrasional
ədədin, bax, yadınızda saxlayın, fərqi, sonra olsun cəmi, hasili, nisbəti. Yəni, rasional ədədlə irrasional ədədin fərqi, cəmi, hasili, nisbəti həmişə irrasional ədədi verəcək. İrrasional ədədi verir. Bax, məsələn, gəlin buna aid bir nümunə yazaq. Məsələn, deyir ki, 4 üstə gələk kökdə 2. İndi biz kökləri keçməmişik, amma nümunədən deyirəm. Məsələn, 4-dən kökdə 2 biz toplaya bilmərik. Sonra 2 vur kökdə 2. 2 kökdə 2-yə vururam, eləyir 2 kökdə 2. Yenə nə verdi? İrrasional verdi. Belə, sonra gəlirik növbəti ədəd oxu. Ədəd oxu. Uşaqlar, ədəd oxu. Məsələn, ədəd oxunu çəkim. Bura olur 0 nöqtəsi. Ədəd oxunda, yəni 0 nöqtəsindən, yəni bura koordinat başlanğıcı sayılır. Sağda yerləşən ədədlər müsbət ədədlər olur. Solda yerləşən ədədlər isə olur mənfi ədədlər. Həmişə müsbət ədədlər, bütün müsbət ədədlər sıfırdan böyükdür. Sonra müsbət ədədlər mənfi ədədlərdən böyük olur. Amma mənfi ədədlərdə, məsələn, müsbət ədədlərdə 5 4-dən böyükdür, 6 2-dən bunları onsuz da bilirsiniz. Amma mənfi ədədlərdə elə deyil. Mənfi ədədlərdə sıfıra yaxın olan ədəd daha böyük olur. Bax, məsələn, mənfi 2, bir də yazıram mənfi 1, bir də yazıram mənfi 2. Bunlardan hansı böyükdür? Sıfıra hansı yaxındır? Mənfi 1. Ona görə də mənfi 1 mənfi 2-dən böyükdür. Və ya ümumi yadınızda saxlayın. Yəni, biz demirik 5 4-dən böyükdür. Amma mənfilərdə əksi olur da. Məsələn, mənfi 4, mənfi 5 deyirsə, əlbəttə ki, mənfi 4 daha böyük sayılacaq. Sıfırda 0 istənilən mənfi ədəddən böyük olacaq. Bir də bizə belə bir suallar düşür ki, məsələn, deyir 6 ədədindən, bax, məsələn, 6 ədədindən 5 vahid məsafədə olan ədədləri tap. Bax, uşaqlar, bunda nə edəcəyik? 5 vahid məsafədə olan ədəd nə deməkdir? Yəni, 6-dan həm sağda, həm solda 5 vahid məsafədə yerləşən ədədi mən tapmalıyam. Bax, burada 6-nı qeyd edirəm. 6-dan 5 vahid məsafə sağa gedəndə 6-nın üstə 5 gələm neçə eləyir? 11. Sola gedəndə də 6-dan 5 çıxıram, edir 1. Demək, sağdakı ədəd 11 imiş, soldakı ədəd də 1 imiş. Belə də düşə bilər. Deyər ki, həmin ədədlərin cəmini tap, fərqini tap, onu da cəm deyəndə toplayın, fərq deyəndə də çıxın. Ümid edirəm, aydın oldu. Bax, məsələn, desə ki, 2 ədədindən 3 vahid məsafədə. Gəl, indi bunu tapaq. Onda nə edəcəm? 2-nin üstü 3 gələm, edir 5. 2-dən 3 çıxıram, edir mənfi 1. Demək, mənfi 1 və 5 imiş. Başqa formada sual necə düşə bilər? Bax, bir də belə suallar düşür uşaqlar. Məsələn, deyir ki, bax, burada çox diqqətli olaq. Mənfi 2 və 3 ədədləri arasındakı məsələn, soruşur, məsafəni tap. Məsafəni tap. Və ya bir də belə soruşa bilər, arasında neçə ədəd yerləşər? Birinci məsafəni tap birinci olsun. İkincidə də deyək, arasında neçə ədəd yerləşir? Arasındakı, məsələn, tam ədədlərin sayını tap. Tam ədədlərin sayını tap. Bir də natural da soruşa bilər. Üçüncü də lap olsun, natural ədədlərin sayını tap.
natural ədədlərin sayını tap. İndi necə taparıq? Bax, gəlin birinci. Uşaqlar, dedikdə məsafə düsturu deyəcəm sizə. Bunu yadımızda saxlayaq. Məsafə düsturu modulda A çıxaq B-dir. Yəni, bunu necə eləyəcəm? Götür, bax, burada A ya -2 olsun, ya 3 olsun. Heç bir fərqi yoxdur. Məsələn, A-ya götürürəm -2, B-yə də onda nə qalır? 3. Gətirirəm, yerinə yazıram. -2 çıxaq 3. Bərabərdir. -2, -3. İkisinin qarşısı -3 oldu mu? -5. Buradan da nə çıxacaq? 5. Və ya indi bu birincinin cavabı oldu. Birincinin. Gəlirəm ikinciyə. Arasındakı tam ədədlərin sayını bizdən soruşdu. Arasındakı tam ədədlər hansılardır? -2-dən 3 arasında yerləşən. -1, 0, 1, 2. Arası dediyinə görə. Aha, neçə dənə oldu? 4 dənə. Sonra üçüncü. Natural ədədlərinin sayını tap dedikdə, bax, olur. Bir də arasındakı tam ədədlərin sayını tap dedikdə, arasındakı məsafəni tapıb da bir çıxıb almaq olar bu cavabı. Yəni, əgər işləyə bilirsinizsə, elə işləyin. İşləyə bilməyəndə də bu şəkildə tapın. Natural ədədlərin sayını tap deyəndə biz demədik, arasındakı ədədlər hansılar idi? Bunlar deyildi. Bəs amma məndən natural deyil, ona görə 0-ı da silirəm, -1-i də silirəm. Olur 1, bir də 2. Demək, neçə dənə natural ədəd oldu? 2 dənə natural ədəd oldu. Sonra növbəti gəlir əks ədədlər. Əks ədədlər. İşarəsinə görə bax, fərqlənən ədədlərə deyirik əks ədədlər. Məsələn, 4, 4-ün əksi nə olacaq? -4. 6-da 1-in əksi -6-da 1 və ya -5-in əksi olacaq 5. Bir də yadımızda saxlayaq ki, əks ədədlərin cəmi 0 edir. Harada eyni ədədin biri mənfi, biri müsbət gördünüzsə, cavab bilin ki, 0-dır. Sonra növbəti gəlirik tərs ədədlərə. Tərs ədədlər. Tərs ədədlər deyirik, hasili 1-ə bərabər olan ədədlərə tərs ədədlər deyilir. Bax, uşaqlar, 6-nın tərsi neçədir? Tərsi. Deyəcəyik ki, 6-da 1. Nə bilim, 7-də 2-nin tərsi 2-də 7. Bəs desə 3-2-də 1-in tərsi. Onda biz məcburuq birinci 3-2-də 1-i düzgün olmayan kəsrə çevirəm. Elədir 2-də 7. Sonra tərsini yazıram. Və ya desəm -6-da 1-in tərsi. Görürsünüz, işarə dəyişmir ha burada. Eləcə olacaq -6. Bu belə. Hasili də nə dedik? Tərs ədədlərin hasili 1-ə bərabər olan ədədlərə. Baxın, 6-yı tərsinə vuranda 6-lar ixtisar getdi. Gördünüz, 1 alındı. Demək, hansı ədədlərin hasili 1 edirsə, həmin ədədlər tərs ədədlərdir. Burada 3-2-də 1-i burada çevirmişdim. 7-də 2 alındı. Aha. Sonra gəlirik rasional ədədlər üzərində əməllər. Biraz da ona biraz vaxt ayıraq. Çünki elə istəyirəm ki, bütün həqiqi ədədlərə aid hər şeyi mən sizə deyəm. Rasional ədədlər üzərində əməllər. Çalışın bu qaydaları da bir-bir dəftərinizə yazın uşaqlar. Birinci, məsələn, -6 üstə gələk -4. Fikir verirsə, hər iki ədədin qarşısı mənfidir və topla deyir. Onda toplayıb qarşısına yazacağıq mənfi. Sonra, məsələn, 6 çıxaq 4. Modulu böyük olan hansı ədəddir? 6. 6-dan 4 çıxıram və 6-nın işarəsini yazıram. Olur, müsbət 2. 4 çıx 6. Modulu böyük olan ədəd 6-dır. 6-dan 4 çıxıram 2 və işarəsi 6-nın mənfi olduğuna görə olur mənfi.
Bunlar sadə şeylərdir. Sadəcə deyirəm ki, yəni bilməyənlər baxsın yenə də. Məsələn, yenə yazır 6 çıxaq -4. Bax uşaqlar, burada həmişə diqqətli olun. Bu işarə ikisi yan-yana gəldiyini gördüyünüz an tez toplamaya çevrildiyini bilin. Olacaq 10. Sonra 5-ci, birinci çıxma toplamı deyim. Sonra keçəcəm vurma bölməyə. Bunları dedim, mənfi, bunları dedim demək olar. Sonra gəlirik vurma bölmə. Uşaqlar, mənfini mənfiyə vurduqda müsbət edir. Mənfiyi müsbətə vurduqda mənfidir. Məsələn, -2-ni vururam 3-ə. 2 dəfə 3 6 elədi və ya belə fikirləşin də, vurmada bölmədə mənfini sayın. Tək saydadsa mənfidir, cüt saydadsa müsbət. Bax, yazıram. Tək sayda mənfi, cüt sayda olduqda nə edəcək? Müsbət. Bax, indi -2 vur 3 deyil. Burada mənfi neçə dənədir? Bircə dənədir da. Tək saydadır. Ona görə cavab nə elədi? Mənfi. Məsələn, yazıram ki, -2 vuraq, -4 vuraq, -5. Birinci ədədləri bir-birinə vurun. 2 dəfə 4, 8, 8 də 5, 40. Sonra mənfi sayın. 1, 2, 3. Tək saydı, ona görə oldu mənfi. Amma -6 vur, -5 yazdım. Altda 5, 30. Baxıram ki, mənfi cüt saydadır da 2 dənədir. Ona görə cavab olur müsbət. Sonra gəlirik ədədin modulu. Ədədin modulu nə deməkdir? Deyir, hesablama başlanğıcından aya qədər olan məsafəyə ədədin modulu deyilir. Yəni, tərif önəmli deyil. Sadəcə diqqətli olun. Modul, bilirsiniz də, bu formada işarə olunur. Mənfi ədədin modulu var, bir də müsbət ədədin modulu var. Bax, uşaqlar, mənfi ədədin modulu da, məsələn, -A. Mənfi A yazmayayım, gəlin ədəddən yazımlar. Məsələn, olsun -4. Bir də olsun müsbət 4. Yadınızda saxlayın. Mənfi ədədində modulu müsbət verir, müsbət ədədin modulu da həmişə müsbət verir. Bu ədədlərdədir. Bax, məsələn, gəlin bir-iki dənə də yazaq. Yazaq 6. Nə çıxacaq? 6. Məsələn, -14. Cavab nə olacaq? 14. Aha, yaxşı, bəs hərfləri olanda nə edəcəyik? Bax, burada diqqətli olmalıyıq. Məsələn, mənə şərt verəcəklər ki, x böyük 0 olduqda modulda x ifadəsinin cavabı nəyə bərabər olar? Bax, uşaqlar, modulda x-dən nə çıxır? X çıxdı mı? Bunu bu şəkildə yazandan sonra gəlin şərtə baxın. Şərtdə nə demişdi? X-ə müsbət deməmişdi, onda qarşısına müsbət atırıq. Yox, əgər mənə desə ki, x kiçik 0 olduqda, belə yazsa misalda, burada da yazır belə, yenə x-dən nə çıxdı? X çıxdı, sonra gələm şərtə baxıram, nə verib? Kiçik 0 verir. Tez qarşısına mənfi atıram. Bax, burada diqqətli olun. Unutmayın, bu çox vacib bir qaydadır. Sizdən də yenə soruşacağım. Bundan başqa, gəlin indi modula aid bəzi testlərə baxaq. Məsələn, mənə sual düşür ki, modulda -4, tam onda 2, vuraq, modulda 3, bölək, modulda -2, tam onda 1, vuraq, modulda 12 və ya -12 olsun. Bax, uşaqlar, birinci hamısını moduldan ayrı-ayrı çıxardıram. -4 onda 2-dən nə çıxacaq? 4 onda 2. 3-dən 3. -2 tam onda 1-dən 2 tam... Bir dəqiqə. -2 tam onda 1-dən 2 tam onda 1. -12-dən də çıxacaq 12. Sonra nə edirəm? İxtisar edirəm. 3-dən 12-yi 3-ə ixtisar edirəm. Burada 4, burada 1 düşür. Bax, burada vergüldən sonra fikir versiniz, hər iki ədəddə bir dənə rəqəm var. Ona görə bu vergülləri ixtisar edirəm.
Daha yuxarıda 42 qalır, aşağıda da 21. Bunları 21 ixtisar edirəm. 1, burada qalır 2. 4 dənə 2-yi də ixtisar edirəm. Burada 1, burada da 2 qalır. Sürətdə 1, məxrəcdə də 2. Cavab oldu 2-də 1. Bir də belə sual düşür. Məsələn, yazır -5,6 üstə gələk 2,5. Görürsünüz, ikisi də bir modulun içindədir. Ona görə hələ moduldan işim yoxdur. Birinci mötərizənin içini həll edəcəm. Biri mənfidir, biri müsbət. Nə edəcəyik? Çıxacağıq 5,6-dan. Qıraqda 2,5-i çıxıram. Altdan 5 çıxıram 1, 5-dən də 2 çıxıram 3. Eləyir -3,1. -3,1-dən də nə çıxacaq? 3,1. Bu da oldu belə. Sonra gəlirik ədədi orta. Ədədi orta. Bax uşaqlar, ədədi orta nədir? 2 ədədin ədədi ortasını tapmaq üçün həmin ədədləri toplayıb sayına bölürük. Məsələn, mənə 2 dənə ədəd veribsə, məsələn, A və B ədədlərsə, onda olur A plus B böl 2. Niyə 2-yə böldüm? Çünki 2 dənə ədəd var. Bəs 3 dənə ədəd versə, məsələn, desə A, B, C ədədlərin ədədi ortasında. Onda A plus B plus C böl 3 olacaq. Bax, məsələn, deyir 4, 6, bir də 5. Ədədlərin ədədi ortasını tap. 3 dənə ədəd yoxdur. Yazıram 4 plus 6 plus 5 bölə 3. Bunu da hesablayıram. Cavab olur 5. Ümid edirəm ədədi ortanı da başa düşdün. İndi gəlirəm tam və kəsir hissə. Burada çox diqqətli olaq. Ədədin tam və kəsir hissəsi. Birinci, gəlin buradan başlayaq. Bizə suallar düşür ki, 2,5 ədədi hansı ədədlər arasında yerləşir? Nə deyirdik? 2 və 3 arasında. -0,4 deyirdik. 0 və -1 arasında. Bunu bilirəm ki, hamınız bilirsiniz. İndi sonra bəs belə sual düşsə nə cavab verəcək? Deyəcək ki, kökdə 5 hansı ədədlər arasında yerləşir? Bax, uşaqlar, o dəqiqə nə edəcəm? Kökdə 5 hansı 2 tam ədəd arasında yerləşdiyini tapacam. Ya aşağı sayıb gəlin, ya yuxarı. Məsələn, kökdə 5-dən kök çıxmır, elə? Bəs kökdə 4-dən çıxır. Kökdə 4-dən mən gördüm, sol tərəfə getdim. Kökdə 4-dən nə çıxır? 2. Birini tapdınsa kifayət edir. Onda deyəcəm kökdə 5, 2 və 3 arasında yerləşir. Sonra məsələn yazır kökdə 11. İndi aşağı saya-saya gəlirəm. Kökdə 10-dan çıxmır. Kökdə 9-dan bəli 3 çıxır. Onda olur 3 və 4 arasında yerləşir. Məsələn, deyirəm ki, kökdə 28. Kökdə 28 yenə aşağı sayıram. Kökdə 27-dən kök çıxmır. 26-dan kök çıxmır. Kökdə 25-dən bəli 5, növbətdə nə olacaq? 6. Demək, kökdə 28, 5 və 6 arasında yerləşir. Sonra, indi gəldik tam və kəsir hissəni izah eləyim. Bu dediklərimi bilirdiniz. Yəqin bir dənə kökləri bilmirdiniz. Onu da bilin. İndi tam hissə, kəsir hissə birinci müsbət ədədlər üçün. Müsbət ədədlər üçün çox rahatdır. Müsbət ədədlər üçün baxaq. Məsələn, mənə deyir ki, 6,5 ədədinin tamı neçədir? Kəsir hissəsi neçədir? Şolar, tamı nə görürsə odur. Neçədir? 6. Kəsir hissəsi də 0,5. Məsələn, yazır 0,7. Tamı neçə olacaq uşaqlar? 0. Kəsir hissəsi nə olacaq? 0 elə 0,7 olacaq. Bəs kökləri deyək, indi məsələn, kökdə 12. Öyrətdiyim qaydadan tez bunu çevirək. Hansı ədədlər arasında yerləşir? Ya da kəsirini gəlin öyrədim ondan sonra. Bax, uşaqlar, biz müsbət ədədin tamını, kəsir hissəsini rahatlıqla tapa bildik. Bax, kəsir hissənin tapılma qaydası necədir? Gəlin birinci onu yazaq. Kəsir hissəni, bax, kəsir hissəni tapmaq üçün
Kəsr hissəni tapmaq üçün bunu hamıdan bir-bir soruşacağım. Tapmaq üçün ədədin özündən onun tam hissəsini çıxırıq. Deyər say müəllim, belə baxanda bilirik də buna nə ehtiyac var? Çox ehtiyac var. Çünki köklərdə bunu belə tapa bilməyəcəyik. İndi necə? Bax. Məsələn, mən nə demişdim uşaqlar? 6,5 elə. Buna baxan kimi bunun tamını dedikmi? Tamı neçə oldu? 6. İndi kəsr hissəni tapmaq üçün qayda oxuyuram. Ədədin özündən. Ədədin özü kimdir? 6,5. Deyir, bundan tapdığın o tamı çıx. Çıxıram. Cavab nə elədi? 0,5. İndi bunu baxan kimi bilirdik elə. Amma köklərdə baxan kimi bilmək olmur. Ona görə qaydayı mütləq tətbiq eləmək lazımdır. Məsələn, kökdə 10. Mən kökdə 10-un tamını tapmaq üçün nə edirdim? Deyirdim, hansı ədədlər arasında yerləşir o formada. Kökdə 10-dan kök çıxmır, aşağı düşürəm. Kökdə 9. Aha, hansı ədədlər arasında yerləşir? 3, 4. Onda tamı nə olacaq? 3 tam nə qədər? Elə bir ki, kökdə ondan arsa bir 3 tam nə bilim, nə qədərsə çıxır da. Onda kökdə 10-un tamı neçə olacaq? 3. Onda ədədin özü nədir? Kökdə 10. Çıx 3. Bax, bu da beləcə qalacaq. Kökdə 10-un kəsr hissəsi nədir deyəndə deyəcək kökdə 10 çıx 3. Qutardı, getdi. Gəlin, indi bir dənə də sual verin. Videonu dayandırın, özünüz tapın, sonra izaha baxın. Məsələn, yazır ki, kökdə 37. İndi videonu dayandırın, özünüz işləyin. Məsələn, 37 hansı ədədlər arasındadır? Aşağı düşürəm. Kökdə 36-dan 6 çıxır. 6-7 arasında deyil. Onda tamı neçədir? Tamı 6. Kəsr hissəsini tap dedikdə nə edəcəm? Kökdə 37 çıxaq 6 və beləcə də qalacaq. Ümid edirəm kəsr hissəni başa düşdünüz. İndi gəlirəm mənfi ədədlər. Bir də yadınızda saxlayın ki, uşaqlar, kəsr hissə heç vaxt mənfi olmur. Bax, heç vaxt mənfi olmur. Yadınızda saxlayın. İndi mənfi ədədlərə gəlirəm. Bax, mənfi ədədlər, müsbət ədəd nə görürüksə tamı odur. Amma mənfi ədədlərdə elə deyil. Mənfi ədədlər. Bax, məsələn, mənfi deyirəm, mənfi 6,5. Bax, aşağılar, mənfi ədədlərdə həmişə gördüyünüzdən, məsələn, mənfi 6 dilə, onu bir vahid, indi kiçik deyəcəm, durub uşaq mənfi 5 deyəcək. Bilirsiniz də, mənfi ədədlərdə əksin olur. Yəni, belə, necə deyim, məsələn, mənfi 6,5 isə bunun tamına siz mənfi 7 deyəcəksiniz. Elə bir modulundan bir vahid böyük deyəcəyik də, belə deyim. Aha, məsələn, yazıram mənfi 4,8. İndi bunun onda tamına nə deyəcəm? Mənfi 5. Yaxşı, mənfi 0,3. Bunun tamına nə deyəcəm? Mənfi 1. Aydın olur. Sonra məsələn yazıram mənfi 9,8. Bunun tamına nə deyəcəyik? Mənfi 10. Mənfi 13,5. Tamına nə deyəcəyik? Mənfi 14. Aydın oldu. Yəni mənfi ədədlər göründüyü kimi olmur. Gizlidir. Müsbət amma nə görürüksə odur da. Bu mənfi amma xeyr. Nə görürüksə səhvdir. Sonra məsələn yazıram mənfi 22,8. Tamına nə deyəcəyik? Mənfi 23. Bəs indi bunların nəyi oldu uşaqlar? Tamı. Bax, bu gördüklərimizin hamısı nəyi oldu? Tamı. Bəs indi kəsr hissəsi necə tapılır? Biz bayaqlar nə demişdik? Bayaqlar demişdik ki, kəsr hissəni tapmaq üçün ədədin özündən onun tamını çıxırıq. Aha, burada da eyni. İndi məsələn, gəlin buna görə tapaq. Ədədin özü nədir uşaqlar? Mənfi 6,5. Bundan çıxıram tamını. Nəyi? Mənfi 7-ni. Onda olur mənfi 6,5. Bu iki mənfi yan-yana gəndə demirdim, müsbətə çevirir. Plus 7. Burada da modulu, yəni güclüdən zəifi çıxıram. Edir 0,5. İşarəsi də müsbət olduğuna görə müsbət. Sonra, məsələn, mənfi 0,3-ü yazıram. Bunun tamına nə almışdım? Mənfi 1.
Onda çıxıram mənfi 1-i. Olur mənfi 0.3 plus 1. Bu da eləyəcək 0.7. Kəsr hissə mənfi ola bilər? Xeyr. Bir də şifahi tapılmağını deyim kəsr hissəni. Bax, belə fikirləş. Məsələn, 0.3 deyil. Bunun 0.3-ü ona tamamlamağa nə qədər var? 0.7 var da. Görürsünüz, tapdıq. Məsələn, mənfi 4.8-i ona tamamlamağa nə var? 0.2. 6.5-i ona tamamlamağa 0.5. Mənfi 9.8-i 0.2 kəsr hissədən söhbət gedir. Ha, uşaqlar. Tam dediyim kimi bir vahid modulu böyüyünü götürdük. İndi köklərə aid də deyim. Məsələn, mənfi nə olsun? Mənfi. Buna aid heç mənfiyə lazım deyil. Bu heç lazım deyil. Yəni, o qədər dərinlik inanmıram, sizə düşəs deyil. Biraz da gəlin nümunələrdən baxım. Nümunələr. Görüm gözümə başqa nümunələrdən. Yox, elə bir şey yoxdur. Uşaqlar, bir də burada var bir dənə dərs. O dərsi istəyirəm standart şəkil. Standart şəkli də lap bunun arxasından yazım, amma o hissəni sonra qulaq asarsınız. Balaca bir mövzudur, yəni video izahda qalsın. İndi gəlirik ədədin standart şəkli. Ədədin standart şəkli. Uşaqlar, ədədin standart şəkli A vuraq 10 üstü n şəklində olması deməkdir. Deyir Say müəllim, burada bu A nədir, n nədir? Yadınızda saxlayın ki, A qiymətli hissə sayılır. Qiymətli hissə. N tərtib. Sonra və ya qüvvət. İkisindən birini deyə bilərik. Bax, buradakı A həmişə 1-ə bərabər və 1-dən böyük olub, ondan da kiçik olmalıdır. N də N. Mənfi də ola bilər, müsbət də ola bilər. Onda biz N-ə deyə bilərikmi? N daxildir Z. Niyə? Tam ədəddir da. Nə dedik? Mənfi də ola bilər, müsbət də ola bilər. Yaxşı. Məsələn, bunu bir nümunə üzərində mən sizə izah edeyim. Məsələn, mənə deyir, məsələn, A bərabərdir. Heç A bərabər də yazmayım. Belə. 32.000 ədədini deyir, standart şəkildə göstər. Bərabər qoyuram. Biz nə dedik? Dedik ki, A 1 və 1-dən böyük və 9-a qədər olmalıdır. Bu qədər A ola bilərmi 32.000? Xeyr. Bax, bu 32.000-in vergülü hardadır? Sonda. Elə. Onda mən bu vergülü, bu A-nı ödəyəm, bax, bu şərtə qədər çəkəcəm. İndi çəkirəm. Birini çəkdim, 3200 olmaz. İkisini çəkdim, 320 olmaz. 32 olmaz. 3 buraya daxildir, bax buraya. Bəli, onda vergülü bax bura çəkə bilərəm. Onda yazıram 3,2 vuraq, 10 üstü qoyuram və vergülü neçə rəqəm çəkdim? 1, 2, 3, 4. Onda da bura yazıram 10 üstü 4. Bax, standart şəklə mən gətirdim misalı. İndi bir dənəsini yazım, özünüz işləyin. Məsələn, yazır ki, 125 yanına da 4 dənə 0 olsun. Videonu birinci saxlayıb özünüz işləyin. İndi vergül burada deyil. Yenə vergülü çəkirəm. Bax, gətirdim bura qədər. Görürsünüz? Niyə buradan çəkmədim? 12 ola bilməz. Onda yazıram 1,25. Görürsünüz? Bu sondaj sıfırların mənası yox deyin, yazmıram.
Mən vergül neçə rəqəm çəkdim? 1, 2, 3, 4, 5, 6. Onda da olur 10 üstü 6. Sonra, məsələn, yazır ki, 625 tam 173 belədir. İndi yenə vergül 625 tam ola bilərmi? Xeyr. Yenə vergülü çəkirəm. Hara çəkim? 62 olar? Yox. Aha, bax, bura çəkdim. Yazıram. 6. Biraz bu rəqəm pis verdim bir dəqiqə. Başqa bir rəqəm verim sizə. Olsun belə. Məsələn, yazıb 32,5 vuraq 10 üstü 6. Belə olsun. İndi bərabər qoyduq. Yenə vergülü neçə rəqəm çəkim? Bir rəqəm çəksəm kifayət eləyər? Bəli. Onda yazıram 3,25 vuraq 10 üstü. Bax, uşaqlar, indi mən bu vergülü bir rəqəm çəkdim da. Onda mən buraya 10 üstü 7 yazmalıyam, yoxsa 10 üstü 5. Bir rəqəm çəkdimsə, mən bunun üstünü bir vaid artırıram. Elə bir buradan birini götürdüm, bura verdim. Oldu 3,25 vuraq 10 üstü 7. Desələr bunun qiymətli hissəsi neçədir? Deyəcəm 3,25. Desə tərtibi qüvvəti neçədir? Deyəcəm 7. Ümid edirəm aydın oldu. Yenə dəstə, bir də bunlara baxarıq. Bir də uşaqlar, yəni bir qayda var, ora toxunmaq istəyirəm. Yəni qalmasın, dəstə onun da izah olsun. Bunları mən sizə dəfələrdən demişəm. Mənfi ədədin, müsbət ədədin dərəcələri haqqında. Bax, uşaqlar, biz demişik ki, bir var, məsələn, mənfi 2-nin kubu və ya mənfi 2-nin kubu. Bir də var, mənfi 2-nin kvadratı, bir də var, mənfi 2-nin kvadratı. Bax, kubda fərqi yoxdur. Kubda istər mötərizəli olsun, istər mötərizəsiz həmişə mənfi alınacaq. Yəni, işarə nədir? O alınır. Burada da mənfi 8 alınır, burada da mənfi 8 alınır. Lakin kvadratı olanda mötərizə varsa, yəni bu mənfi 2-nin özünə aid olur. Mötərizə yoxdursa, mənfi 2-yə aid deyil. Onda mötərizə varsa, mənfi 2-yə aid olduğuna görə bunun cavabı müsbət edəcək. Amma mötərizə yoxdursa, mənfi ona aid olmur. Ona görə cavab mənfi 4 edəcək. Yəni, burada diqqətli olmağınızı deyirəmsə, yəni diqqətli olun orada. Bundan başqa, yadınızda saxlayın ki, mənfi ədədin tək dərəcədən qüvvəti, yəni desələr mənfi 2-nin 41 dərəcədən qüvvəti mənfidir, müsbət. Bax, bu say nədir? Tək. Deyəcək mənfi. Amma desələr, məsələn, mənfi 2-nin üstündə 1000-dir. 1000 necə ədəddir? Cüt ədəd. Onda deyəcək, bu müsbət alınacaq. Bunları da bilin. Belə uşaqlar, oldu, sağ olun.